Beləliklə qarşılaşmaya Zirə başlayır. Hər iki komandaya uğurlar. Junior Martins. Sol cinahdan gəlir Zirə. Martins. Top hələ ondadır Junior Martinsin zərbəsi. Top qapıdan az fəqaralı keçir. Təhlükəli gəldi Zirə. Maçdakı ən təhlükəli epizoddur bu. Baxaq təkrara. Qismətdən ötürmə. Qarşılıq var orada. Top uzaqlaşdırıldı. Amma Papunaşvili qəbul etdi. Georgi Papunaşvili və gol! Tirə dəyən top qapıdadır. Georgi Papunaşvili 8-ci dəqiqədə Zirə hesab açır. Şamaxı 0, Zirə 1. Möhtəşəm gol Georgi Papunaşvilidən. Erkən gol var Şamaxı şəhər stadionunda. Baxaq təkrara, baxımlı gol. Ricardo Fernandez sadəcə bu golu izlədi. 36 dəfə qarşılaşıb bu kollektivlər. Golun təkrarı. Balavdan ötürmə Rossi! Bəxti gətirdi. Zirənin və penalti təyin edilir Zirənin qapısına. Cinaha Vermeyev ötürməsini edir. Başla zərbə! Oy! Baxaq. Sezardan sağ cinaha uzun ötürmə Balau topu meydanda saxladı. Diogo Balau. Qarşısında Enrique var. Balau ötürməsini edir və gol! Alfons Msongo! Önündə Enrique Custodio vardı. Ötürməsini etdi və topu Allah içərisində yerdə qalmışdı Zirənin futbolçusu indi. Karim Rossi. Blok gəldi. Bu epizoda görə etirazlar var. Nə olacaq? Penalti! Şamaxı penalti qazandı. Rossi topun arxasındadır. Karim Rossi! Gol! Hesabı xeyrinə dəyişdi. Ayxan Abbasovun komandası. Thiago Silva istiqam. Ruan ötürmə. Top uzaqlaşdırılır. Mikes qəbul etdi. Leroy Mikes! Top qapıdan aralı keçdi. Yaxşı zərbə idi əslində, amma Enrique Custodio. Barcadan qalib ayrıldı ki, futbolçunun keçdi ötürməsini etdi. Bakamoyski topu qapının üstünə vurur. Top qapının üstündən keçdi. Qola yaxın oldu Zirə. Təkrara bu epizoddan sonra bu epizodla bağlı sol cinaha ötürmə Enrique Custodio. Eldar Quliyevi gördü. Eldar Quliyev, Eldarın ötürməsi, zərbə və son anda blok. Bəxti gətirdi Şamaxının. Əks hücum şansı var indi Alfons Msanga ona dəstək verən Rüfət Abbasovdur. Msanga mərkəzə meyilləndi, ötürməsini etdi Alfons Msanga. Top qapının yanından keçir. Və bayrağı havadaydı. Məğlub edə bilər. Zərbə və qapçı Ricardo Fernandez. Ağa çox yaxındır. Enrique Custodio. Out atışını yerinə yetirdi. İsmail İbrahimli. İbrahimlidən ötürmə və topu uzaqlaşdırmağa çalışdılar. Zərbə və top uzaqlaşdırılır. Yerdə qalan futbolcu var və Edgar Adilxanova qarşı qaydanı pozdu. Təhlükəli gəlmişdi Zirə. Şamaxı müdafiəçiləri inamlı oynadılar. Qarşılaşmanın başı hakimi maçın final fitini səsləndirir. Şamaxı doğma azarkeşlər önündə Zirəni 2-1 hesabı ilə məğlub etməyi bacarır. Qeyd edim ki, bu Şamaxının bu stadionda Zirə üzərində
ilk qələbəsidir. Ayxan Abbasovun komandasının qələbə münasibəti ilə